Salam, hər vaxtınız xeyir. Mən Riyaziyyat müəllimi Sənan Vəliyev. Bu gün sizlərlə 21 dekabr tarixində keçirilmiş 6-cı siniflərin lisey qəbul imtahanından riyazi məntiq suallarının izahını təqdim edəcəm. Qeyd etmək istəyirəm ki, daha əvvəl YouTube kanalımda, Riyaziyyat Sənan Vəliyev YouTube kanalında riyaziyyat suallarının izahını təqdim eləmişəm. Kimlər ki, PDF əldə eləmək istəyirsə 051 595 1091 nömrəsini WhatsApp-na yaza bilərlər. Gəlin vaxt itirmədən 41-ci sualdan başlayaq. Deyir, aşağıdakı 8 bərabər hissəyə bölünmüş dairənin bir hissəsi xaric qalan hissələrin müəyyən ədədlər yazılıb. Mavi rəngli hissələrdə yazılmış ədədlərin cəmi ilə yaşıl rəngli hissələrdə yazılmış ədədlərin cəminin bir-birinə bərabər olması üçün boşxanaya neçə yazılmalıdır? Mavi rəngin 1 üstü 10 1 eləyir, 6 üstü 2 36 eləyir, 5 üstü 1 5 eləyir, 2-nin kubu 8 eləyir. Bunun cəmi eləyir 50. Yaşıl hissə isə 2-nin kubu 8, 4-ün kvadratı 16, 1-in üstü 12, 1 üstə gəl x bərabər olmalıdır 50-yə. Bu zaman 25 üstə gəlinsin x bərabər olur 50-yə, x də bərabər olur 25-ə. Deməli 5-in kvadratı yazılmalıdır B variantı. 2 natural ədədin hasili natural bölənlərinin sayı 8 olan ən kiçik natural ədədə bərabərdir. Bilirik ki, natural bölənlərin sayı bəlkə məsələn ədədin üstü 7 olanda da 7-nin üstünü 1 gəlinərək tapılır 8. Və ya natural bölənlərin sayı məsələn P üstü 3, Q üstü 1 olanda da nə baş verir? Deməli, yazırıq, məsələn, tutaq ki, 2 üstü 3 vurulsun 3 üstü 1. 3-ün üstünə 1 gəlinir, vurulur 1 üstə gəlinsin 1-ə, yəni 8 eləyir. Bu şəkildə yazılır. Məsələn, ən kiçik sadə ədəd, yəni ən kiçik natural ədəd olması üçün ən kiçik sadə ədəd olmalıdır. Bu zaman ən kiçik sadə ədəd 2 üstü 7 olanda ədəd çox böyüyür. Ona görə də mən baxın üstü kiçik olandan götürürəm. Məsələn, P 2 üstü 3 vurulsun 3 üstü 1. Həqiqətən də bunun natural bölənlərinin sayı 8-dir və ədədin özü də eləyir 24. Deməli, 2 ədədin hasili 24-dürsə, bu zaman bu 1 24, 2 12, 3 8, 4 6 qiymətlərini ala bilər. Deyir ki, bu 2 natural ədədin cəmi neçə müxtəlif qiymət ala bilər? Cəmi belə deyək, 4 dənə müxtəlif qiymət ala bilər C variantı. Deyir, Musanın cibindəki pulun 3/2-si qədər daha pulu olsaydı, yəni cibində x manat pulu var, 3/2 qədər pulu olsaydı, 232 manatlıq dəstgeyimin almaq üçün 72 manat pulu çatmazdı. Yəni 3/5x bərabər olardı 160-a, x-i tapmaq üçün 160-ı 3-ə vurub 5-ə bölərdim, eləyərdi 96. Doğru cavab olur C variantı. Deməli, hal-hazırda bu abaqda göstərilən ədəd yazırıq ki, 2, 3, gəlin qırmızı ilə yazaq. Deməli, 2, 3, 0, 2, 3, 0, 5, 6, 1, 2, 2, 0, 3, 4, 1-dir. Bizə deyir ki, 10 milyonluqlar mərtəbəsindəki 2 muncuğu, məsələn, 10 milyonluqlar mərtəbəsindəkini 2 muncuğu götürürəm, qoyuram, belə deyək də, 10 minliklər mərtəbəsinə, yəni bu olur 4. Deməli, daha sonra 100 milyonluqlar mərtəbəsindəki bir muncuğu da götürüb, milyardlıqlar mərtəbəsinə qoyuruq. 100 milyonluqlar mərtəbəsində olan 5-i eləyirəm 4, bunu 1. Düzdür? Olur 23, bura 1, 2, 0, 3, 4, 1. Böyük ədəddən kiçik ədədə çıxanda cavabım eləyir B variantı. Daha sonra deyir ki, A və B müxtəlif cüt rəqəmlərdir. A, B müxtəlif cüt rəqəmlərdir. Bizə ən böyük ədəd lazım olduğu üçün ən böyük cüt ədəd 8 və 6. C, D, Y. C, D, Y. Məsələn, ən böyük 9, 7, 5. Ən böyük 5 rəqəmli ədəd olur 98765. Ondan çıxıram. Bunların rəqəmləri cəmi 35-i. Bu da eləyir 98730. Yəni D variantı. Daha sonra deyir, ABCD 4 rəqəmli bir natural ədədi. Bu ədədi 6-ya böldükdə qismətli 3 rəqəmli. Elə bilin, 4 rəqəmli bir ədədi 6-ya böldükdə qismət 3 rəqəmli ədəd eləyir. Ya qismət 100 eləyəcək, ya da 999-dan 1 eləyəcək. Onda hər tərəfi vursam 6-ya, eləyəcək A, B, C, D böyük bərabər olacaq nədən? Deməli, 9-a vuranda 5994-dən. Onda A hansı müxtəlif ədədləri ala bilər? A 1 ala bilər, 2 ala bilər, 3 və 4 və 5 ala bilər.
1, 2, 3, 4, 5. Cəm eləyir 15. Doğru cavab olur A variantı. Daha sonra deməli sərnişinlər baqajı təhvil verərkən 22 kiloya qədər yük ödəmir. Amma 22 kilodan sonra 1 kiloya görə 10 manat əlavə ödəniş ödəyir. Gəlin görək qırmızı çanta nə qədər yükü var. Qırmızı çanta 12 böləm 3-ə 4, üstünə 19 gələm 23, üstünə 10 gələm 33 kilodur. Mavi çanta isə deməli 125 çıx 108, üstə gəl 48, 65 kilodur. 33 kilo malın 22-si ödənişsiz daşınır. 11 kilo ödəniş daşınır və bu ödənişə 1 kilosu 10 manat pul verilir, 110 manat. 65-dən də 22 çıxıram, eləyir 43 kilo. 10 manatdan da pul verəndə 430 manat. Cəmi 540 manat pul verilmiş olur bu iki baqaj, yəni bu iki dost birlikdə sumkalarına pulu. Çünki 22 kilo ödənişsizdir. Qalan 22-dən sonra hər bir kilo 10 manatdan hesablanır. Daha sonra 48-ci sual deyir, ata və 3 oğlunun hər birinin yaşları tam ədədlərdir. Ata yaşı övladlarının birinin yaşının 4 qatıdır. Məsələn, atanın yaşı x-dırsa, birinci övladın yaşı məsələn 4 qatıdırsa x bölü 4-dür. İkinci övlad x bölü 7-dir, çünki 7 qatıdır. Üçüncü övladın isə x bölünsüz 8 qatıdır. Bizə deyir ki, övladların yaşları yəni 8 qatıdır. Deyir, atanın yaşı 2 rəqəmli ədəd olduğunu nəzərə alaraq, atanın yaşı 2 rəqəmli bir dənə ədəddir. Bu 2 rəqəmli ədəd həm 4-ə, həm 7-yə, həm də 8-ə bölünən bir ədəddir. Buna uyğun olaraq həm 4-ə, həm 8-ə, həm də 7-yə bölünən 2 rəqəmli ədəd 56 olar. 56 olacağına görə 56-ı 4-ə böləndə 14, 56, 8, 56, 7. 14, 8, 7. Cəm nə olar? 29, yəni C variantı. Daha sonra Nizat Corab fabrikində 3 dəzgah A, 5 dəzgah B növ tikiş maşını alır. A maşını 5 dəqiqə ərzində 8 corab, B maşını 4 dəqiqə ərzində 7 corab istehsal eləyir. 5 dəqiqə ərzində 8 corab istehsal eləyirsə 1 saatım 60 dəqiqədir. Onda 5 dəqiqəyə 8 corab istehsal eləyirsə 60 dəqiqəyə bu 96 corab istehsal eləyəcək. Yenə də 4 dəqiqəyə 7 corab istehsal eləyirsə 60 dəqiqəyə deməli istehsal eləyəcək 84 corab. Düzdür? Daha sonra bizə yox, bir dəqiqə. Bu 15-ə vur. 15-ə vururam. 105 corab. 105, 15-ə vururuq 105. Daha sonra deyir ki, bunlar elə bilin ki, 3 dənə A-dan, 3 dənə A belə deyək dəzgahıdır. 5 dənə də B növ tikiş maşınıdır. Onda 96-nı vuraram deməli 3-ə. Daha sonra üstünə gələrəm 105 dənə, biri 105 dənə corab, 1 saatı 105 corab çıxardan dəzgahdan da 5 dənədir. Vuraram 5-ə. 96-ı 3-ə vurub 105-i də 5-ə vuraram. Cavab eləyər 813. Doğru cavab olar B variantı. 50-ci sualda deyir, işçi uzunluqları 72-56 sm olan metal çubuqlar bərabər uzunluqda. Əgər bərabər uzunluqda deyirsə, biz bunu öz dərslərimizdə çox işlətdiyimiz test tapşırığıdır. Bərabər uzunluq deyəndə burada əbob tapılır. Həm 72-yə, həm də 56-ya bölünən əbob tapılır, ədəd. Bu 8-dir. 56 8-ə böləndə 7 hissə eləyir. 7 hissə isə 6 dəfə kəsimdir. 6 kəsimdir. 72 hissəni də 8-ə böləndə 9 hissə eləyir. 9 hissə isə 8 kəsimdən ibarətdir. Çünki biz hissə və kəsim məsələlərini dərsdə keçəndə demişdik ki, mən əgər bir taxtanı 7 hissə əldə eləmək istəyirəmsə, hər birinin uzunluğu 8 sm, 7 hissə əldə eləmək istəyirəmsə, onda bunu 6 dəfə kəsməliyəm. Çünki kəsim sayının üzərinə 1 gələndə hissə sayı eləyir və vaxt məsələləri həmişə kəsimlə hesablanır. 6-ın üstünə 8 gəlim, deməli cəmi 14 kəsim həyata keçirmişəm. 14-ü də vururam 35-ə eləyir 490 saniyə. 490 saniyə 8 dəqiqə 10 saniyədir. Çünki 8 dəqiqəm 480, 60 vur 8, 480, üstünə də 10 gələm eləyir 490 saniyə. 51. Deyir, içərisində müəyyən sayda adam olan avtobus ilk dayanacaqda bir sərnişin minəndən sonra sərnişinlərin sayı 5-ə tam bölünür. Tutaq ki, x nəfər adam var, bir sərnişin də minir, 5-ə bölünür. Daha sonra minəndən sonra sərnişin sayı 5-ə tam bölünür.
İkinci dayanacaqda 2 sərnişin enir. Yəni x üstəgəl 1-dən ikisi çıxır. Qalır x çıx 1 bölünsün 2. Daha sonra üçüncü dayanacaqda 4 sərnişin daha minir. Yəni ikinci dayanacaqda x çıx 1 sərnişin var idi. Üçüncü dayanacaqda 4 sərnişin mindi, oldu x üstəgəl 3. Bu da cəmi 7-yə bölünə bilir. İndi bu ədəd elə bir ədəddir ki, həm 5-ə, həm 2-yə, həm 7-yə bölünə bilir x-in yerinə yazanda. Bu ədəd 39-dur. Çünki 39-un üzərinə 1 gələndə 40, 45-ə bölünür. 39-dan 1 çıxanda 38 2-yə bölünür. 39-un üstünə 3 gələndə 7, 42. Bəs deyəcəksiniz ki, müəllim 39-u necə tapdıq? Çünki deyir, əgər avtobus ən çox 45 sərnişin tutursa, elə bir ədəddir ki, üstünə 1 gələndə 5-ə bölünür. 1 çıxanda 2-yə bölünür, 3 gələndə 7-yə bölünür və bu ədəd 45-dən kiçik olmalıdır. Bu da sadəcə 39 olur. 39-un da rəqəmləri hasili eləyir 27. Doğru cavab olur C variantı. Daha sonra 52-ci suala baxaq. Deyir, yarışda hər 7 xal toplayan əlavə 1 xal verilir. Məsələn, 14 xal toplayanın xalı 2 əlavə xala birlikdə 16 xal hesablanır. Yarışın sonunda 57 olaraq hesablanan iştirakçı neçə əlavə xal qazanmışdır? Yəni ki, məsələn, 16-dan 2 çıxanda 14 və 14 7-yə bölünür. Burada da 57-dən elə bir ədəd çıxacam ki, o sonra 7-yə bölünə bilsin. Bu da 8 çıxanda. Eləyir 49, 7-yə bölürəm 7. Deməli 8 əlavə xal verilib. Əlavə xalı ümumi xaldan çıxanda həmin ədəd 7-yə bölünə bilməlidir. Bu da 8 olur. Yəni D variantı. 53-cü test tapşırığında deyir ki, bir kartdan seçilən ədədlər surətə, ikinci kartda seçilən ədədlər məxrəcə yazılır. Onda 2 kəsr əldə edilir. Əldə olunan bu 2 kəsrin cəmi ən çox neçə ola bilər? Məsələn, buradan 6-nı, buradan da 6 götürərəm. 6-da 6 kəsri eləyər 1 tam. Düzdür. Daha sonra digərindən isə 2 dəfə götürə bilərəm. Ya götürərəm, belə deyək, məsələn, baxın, görürsünüz, cavab 1 tam olan ya 12-də 5 var, ya 2-də 1 var, ya 12-də 5 var, 6-da 5 var. Ya da 1 tam, hamısı 1 tamdır. Deməli, mən bu 1 tamı düz seçmişəm. Qalır ikinci ən böyük ədədimi seçmək. İkinci ən böyük ədədimi də istəsəz cavabla da gedə bilərsiniz. Məsələn, bunun hər tərəfini vurarsınız. Tutaq ki, 2-də 1-dir də, yəni 1 tamı var. Məsələn, olacaq 12-də 6. 12-də 6. Bu olacaq 12-də 10. Bu olacaq daha sonra 12-də məsələn 9. Məsələn, 12 var, amma 9 yoxdur. Və ya 12 var, 10 yoxdur. 12 var, 5 yoxdur. Deməli, 12 var, 6 var. Deməli, B variantı olacaq doğru cavab 53-də. Daha sonra 54. Bir yaşayış binasında 2 liftin hər biri, elə bilin ki, yaşayış binası var. Lift yuxarıya 3 saniyədə qalxır. Amma aşağı düyməyə basanda o 2 saniyə aşağıya düşür. İndi deyir ki, Səid hansısa bir mərtəbədə dayanıb. Səid hansısa bir mərtəbədə dayanıb. O, biri 3-cü mərtəbədə olan lifti, bir də 13-cü mərtəbədə olan lifti basır düyməsinə. Deməli, amma ikisi də eyni saniyədə gəlir, Səidin olan mərtəbəyə çatır. İndi saniyə elə bir saniyədir ki, hər mərtəbə üçün 3 saniyə və 2 saniyə keçir. Onda həm 3-ə, həm 2-yə bölünən ədədləri yaza bilərəm. Bu ədədlər 6, 12, 24-dür. Məsələn, 6 saniyəni əldə eləmək üçün deyə bu 3 pillə qalxsın. Bu isə 2 pillə. Elə bilin ki, 6 saniyəni əldə eləmək üçün yuxarıya 2, elə bilin 3-cü mərtəbədən 2 pillə qalxanda 5-ci mərtəbə eləyir. Bu da 6 saniyəni əldə eləmək üçün deyə aşağıya 3 dəfə düşsün. Bu eləyir 10. İkisi də eyni yerdə görüşmür. Səhvdir onda. 6 saniyə ola bilməz. Deməli, 12 saniyə, 1 saniyə, 1 mərtəbəni 3 saniyə qalxan lift 12 saniyə 4 mərtəbə qalxar. Deməli, 3-cü mərtəbədən başlasa bu gedib 7-ci mərtəbədə dayanacaq. Daha sonra 2 saniyəyə düşən liftdə 12 saniyəyə 6 mərtəbə düşər. 13-cü mərtəbədən başlayıbsa 6 mərtəbə düşəndə 7-ci mərtəbəyə gəlir. Sən deməklə Səid 7-ci mərtəbədə dayanıb ki, 12 saniyədən sonra yuxarıda 13-cü mərtəbədəki liftə gəlib düşüb 7-yə, 3-cü mərtəbədəki qalxıb olub 7-də, yəni A variantı. Daha sonra 55-ci test tapşırığı. Görürəm ki, bu A elə bir ədəddir ki, A-nı B-yə vuranda 42 eləyir. A-ya yazıram 6, B-yə yazıram 7. Çünki A 6 olmalıdır ki, A-la da C-ni vuranda bir-birini eləsin 8. Həqiqətən də baxın, B ilə C-nin də cəmi 15 eləyir. 8 ilə 7-nin də cəmi 15 eləyir. Deməli, C-ni C-yə vuranda bu eləyəcək 64. Sonra
A 6, 6 cəmi eləyir 12. B 7-dirsə 7 ilə də 6-nın cəmi 13. İndi bizə deyir L ilə M-i topla. Yəni 64 ilə M-i 13-ü topla. Eləsin 77. Çıx 12 eləyir 65. Yəni C variantı. Daha sonra baxırıq 56-cı test tapşırığına. Deyir maksimum balı 110 bal olan bir imtahanda 2 nəfər aldıqları balın nisbəti 45-də 35-dir. Deyir ki, qiyməti yüksək olan 2 bal daha alsaydı, 2 bal çox alsaydı, o imtahanda maksimal balı toplayacaqdı. Deməli, maksimal balı toplaması 2 bal alsaydı, maksimal bal 110 balı toplayacaqdı. Onda 110 balı toplaması üçün neçə bal toplayıb? Deməli, 108 bal toplayıb. Deməli, 35-i bölü 35-45 nisbətindədirsə, 35-45 nisbətindədirsə, balı çox olan 45 nisbətindədir. 45-ə uyğun bal 108-dirsə, 35-ə uyğun bal neçədir? X-dir. X-i tapmaq üçün 108-i vururam 35-ə, bölürəm 45-ə. Cavab eləyir neçə? 84. Deməli, balı aşağı olan 84 bal toplayıb. Yəni C variantı. Daha sonra 57-ci sual deyir, A və B natural ədədlərdir. Bilirik ki, 90-ı bölsəm A-ya bərabərdir B, qalıq eləyir 8. Qalıqlı bölməyə görə A vur B üstə gəl 8 bərabərdir 90-a. Onda AB bərabərdir 82 və ikinci şərt olmalıdır ki, A mütləq 8-dən böyük ədəd olmalıdır. Onda A ya olacaq 41 vur 2, ya da olacaq 82 vur 1. İndi bizə deyir A neçə müxtəlif qiymət ala bilər və cəmi 82-nin üstünə 41 gəlirəm, 123 ola bilər. Yəni D variantı. Daha sonra baxırıq, deməli, daha sonra baxırıq 58-ə. Deyir, iki rəqəmli AB və BA ədədləri sadə ədədlər olarsa, belə ədədləri simmetrik sadə ədədlər deyilir. Buna əsasən, belə simmetrik sadə ədədlər üçün A vurulsun B hasili aşağıdakılardan hansı ola bilməz. Məsələn, hasil 7 olması üçün bu ədəd 17 ilə 71 olmalıdır. Hasilin 15 olması üçün 35 ilə 53 olmalıdır. Hasilin 21 olması üçün 73 ilə 37 olmalıdır. 63 olması üçün də 97 ilə 79 olmalıdır. Bəli, hamısı simmetrik ədədlərdir. Amma bizə deyir, simmetrik sadə ədədlər. 17 ilə 71 sadədir. 73 ilə 37 sadədir. 97 ilə 79 sadədir. Amma 35 sadə ədəd deyil. Ona görə B variantıdır doğru cavab. Daha sonra baxırıq 59-cu suala. Deyir, Leyla və Səbinə tir atışı ilə üzərində 2, 5, 6, 7, 9, 11, 13 rəqəmləri yazılmış şarları partlatmalıdırlar. Deyir, ilk atışı yerinə yetirən Leyla 3 şarı vurduqdan sonra onların nömrələrinə baxıb Səbinəyə deyir ki, sən istənilən 2 şarı vursan, onların rəqəmləri cəmi mütləq cüt ədəd eləyəcək. Bilirik ki, rəqəmləri cəmi mütləq cüt ədəd eləyənlər ya təklə cütlər olur, ya tək cüt olur, ya da hamısı tək olmalıdır. Düzdür. Ya hamısı tək olmalıdır. Heç təklə cüt yox. Təklə cüt ədədin cəmi də tək eləyir. Yəni hamısı tək ədəd eləməlidir ki, belə deyək, yəni belə deyək, ya hamısı cüt eləməlidir. Məsələn 4 ilə 6, 10, ya da hamısı tək ədəd eləməlidir. Çünki təklə təkin cəmi də cüt eləyir. Onda tutaq ki, Leyla 3 dənə şar vurur və 3 dənə vurduğu şarın hamısı tək ədəddir. Cüt ədədləri vurur. Çünki 2 dənə cüt ədədim var burada. 2 dənə cüt ədədi var. Tutaq ki, 3 dənə vurur, amma ikisi cüt gedir. Və növbəti vurduğu da bir tək ədəddir. Nə vurur vursun, geriyə hamısı, yəni bir dənəsi də vurmalıdır, 2 dənə atəş açıb. Məsələn, tutaq ki, 5-i vursaydı, yenə də bunların hamısı tək ədəd olduğuna görə, Səbinə istənilən şara atəş atsa, o yenə də cəmləri cüt ədəd eləyəcəkdir. Ona görə tutaq ki, 5-i vurubsa, bunun cəmləri eləyir 7 üstə gəl 9 üstə gəl 11 üstə gəl 13, yəni 40. Və ya 7-ni vursaydı, tutaq ki, Səbinə Səbinə 3 dəfə, Leyla 3 dəfə atəş açıb. İkisini cüt ədəd vurubsa, deməli birini mütləq şəkildə tək ədəd vurub. 5-i vursa qalanlarının cəmi 40-dır. 7-ni vursaydı, 5 üstə gəl 9 üstə gəl 11 üstə gəl 13. Cəm eləyəcəkdi 38. Və ya 9-u vursaydı 5, 7, 11, 13 cəm eləyəcəkdi 36. Amma görürəm bizə deyir ki, nömrələrin cəmi aşağıdakılardan hansı ola bilər? 40 ola bilər. Çünki məsələn tutaq ki, Leyla 2, 5, 6-nı vurub, yerdə 7, 9, 11, 13 qalıb və cəm 40-dır. Daha sonra müxtəlif sadə ədədlərin cəmi 30-dur.
onların mümkün ən böyük hasilini tapın. Burada da heç vaxt məsələn bəzən şagirdlər götürür hasilin ən böyük olması üçün məsələn 19 9 2. Baxın cəm 30 eləsə belə, amma bunun hasili ən böyük deyil. Hasili ən böyük olması üçün mümkün qədər ədədləri mümkün qədər çox vermək lazımdır. Məsələn 2 verərəm, 3 verərəm, 5, 7, bir də 13. Bunların cəmi eləyir 30. Və bunların hasili 2 vur, 3 vur, 5 vur, 7 vur, 13 eləyəcək 2730-a. Yəni doğru cavab olacaq A variantına. Deməli, ümid eləyirəm ki, izahı bəyəndiniz. Əgər bəyənmişsinizsə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Biraz tələsi izah eləsəm belə, çalışdım ki, düzgün variantları və həll yollarını qeyd edeyim ki, özü hazırlaşan və özü yoxlamaq istəyən testini yoxlamaq istəyən şagirdlərə kömək eləyim. Əgər ki, nəsə bir sualınız olsa, 051 595 1091 nömrəsinin WhatsApp-ına yaza bilərsiniz. Nömrəmi burada qeyd eləmişəm. Növbəti izah videolarında görüşənə qədər sağ olun, salamat qalın.